Çox ağır xəbərdir Azərbaycan ictimaiyyəti üçün. Milyonlarla insan tibbi sığortadan məhrum ediləcək. Bu insanlar kimlərdir? Daimi işi olmayan insanlar. Yeri gəlmişkən, bu iş həm də hakimiyyətin işsizliklə bağlı saxtakarlığını üzə çıxaracaq. Axı deyirdilər ki, güya Azərbaycanda 250 min nəfərin yalnız işi yoxdur. Hamı güya işlə təmin olunub. Amma indi qərar verəndə ki, daimi işi olmayan insanlar özləri tibbi sığortanı ödəməlidirlər, məlum olur ki, bu milyonlarla insanı əhatə edəcək. Kimdir bu insanlar? Bəli, ilk növbədə təqribən 1,7 milyon nəfərə yaxın kənd əhalisidir. Onların hamısının torpağı var, kənd təsərrüfatında, fermer təsərrüfatında işləyirlər adı ilə hökumət məşğul əhali elan edib. Amma hər kəs bilir ki, o insanların əslində bu ildən gələnlə çatacaq qədər belə özlərini dolandıracaq təsərrüfatları yoxdur. Deməli, bu insanlar indi tibbi sığortasız qalacaqlar. Şəhərlərdə yaşayan, daimi iş olmayan, günəmuz çalışan, iş rast gələndən gələnə çalışan insanlar, hansılar ki, onlar faktiki işsizdirlər. O el arasında deyirlər, bir təhər dolanmaq. Bax, onunla məşğul olan milyonlarla insan. Kəsəsi 5,4 milyon yuvarlaq götürsək, əmək qabiliyyətli əhalinin yenə də yuvarlaq götürsək, 1,8 milyonunun daimi işi var. Konkret 1 milyon 780 min nəfərin daimi işi var. Yerdə qalan əhalinin daimi işi yoxdur və bu insanlar deməli məcbur olacaqlar ki, özləri tibbi sığorta ödəsinlər. Bu fərdi əmək fəaliyyəti ilə məşğul olanların içində də yalnız 800 mindən biraz artıq əhalinin real olaraq müəyyən bir gəlirləri var. Yəni hətta o 800 mini də çıxsaq, 1,7 demək 1,8 milyon daimi iş olanların üzərinə həmin o 800 min də gəlsək, 2,5 milyon təqribən əhalinin işi var. Yerdə qalan əhali işsizdir. Amma bəzi iqtisadçılar hesablayırlar ki, o bizə təqdim olunan 5,4 milyon nəfər deyil işçi qüvvəsi Azərbaycanda və bu ağlabatandır. Xeyli sayda insanlar, evdar qadınlar, özü işsizlik siyahısına düşməyən insanlar bu siyahıya düşməyiblər. Çünki 10 milyondan artıqdır bizim əhalimiz. Necə ola bilər ki, onun pensionerlər və deməli uşaqlar hardasa 3,8 milyondur. Bəs qalan 6 milyondan artıq olmalıdır əmək qabiliyyətli insanlar. Deməli, bu hesabla 4 milyon nəfərə gəlib çatır ki, o insanların ki, daimi işi yoxdur, onlar ayba-ay ya tibbi sığorta ödəməli olacaqlar, yaxud da xəstələndikdə pullu müalicədən, müayinədən istifadə etməli olacaqlar. Deməli, onlar üçün hər şey pullu olacaq. Bu, Azərbaycanlıların üzərində ağır bir yük olacaq. Nəyə görə? Bu, hətta əvvəlki o Sovetdən qalma dırnaqarası pulsuz səhiyyə zamanı olduğundan da vəziyyəti insanlar üçün pisləşdirəcək. Çünki o zaman formal da olsa, deməli, bununla barışan yox idi, amma rəsmi qanunvericiliklə səhiyyə pulsuz idi və o insanların ki, çarəsi yox idi. Onlar gəlirdilər, xahiş edirdilər, humanist həkimlər olurdu, onların da ürəyi yanırdı, fikirləşirdi ki, onsuz axı bu konstitusiyada bu adamlara pulsuz səhiyyə vəd edib də. İndi bu başqa məsələ ki, mənə o maaşı vermirlər. Amma bu adamın ehtiyacı var, bu adamı mən qəbul edeyim, ona deməli pulsuz analizlər verir, götürüm ondan. İndi bu da olmayacaq. Çünki artıq rəsmən, demək, bütün tibbi xidmətlər ya tibbi sığorta ilə ödənməlidir, ya da şəxsin öz tərəfindən ödənməlidir. Yəni artıq heç bir tibb ocağının o məsuliyyəti də olmayacaq. Yəni milyonlarla insan faktiki olaraq xəstəliklərlə üzbəyüz təkbətək buraxılır. Yəni onsuz da Azərbaycanda baxın, müayinələrin qiyməti çox yüksək, həkimlərin qəbuluna düşüş, tibbi cərrahi əməliyyatlar, qiymətlər kifayət qədər yüksək, deməli, dərmanların qiymətləri yüksək, analizlər ümumiyyətlə çox yüksək, laborator analizlərin qiymətləri çox yüksək və bunun hamısını həmin onsuz adam işsizdir də. Sən hələ ona işsizlik müavinəti verməlisən, sən ona iş yeri tapmalısan, amma üstəlik deyirsən ki, özün bilərsən, əgər yaşamaq istəyirsənsə hələ pul tap, demək, tibbi sığortaya da ver, yaxud da qal o xəstəliklərlə yaxa-yaxıya. Deməli, bu Azərbaycan xalqına qarşı atılmış addımdır. Nəyə görə bu addımı atıblar? Formal tərəfi odur ki, güya deməli, büdcədən tibbi sığortaya
deməli yarım milyard, 500 milyona qədər pulu azaldıblar. Niyə görə azaldıblar? Gəlirlər azalıb. Deməli cəmisi il ərzində 15% neft gəlirləri azalıb, İlham Əliyevin tərifli iqtisadiyyatı tamamilə darmadağın olub. Baxın ha, il ərzində o 15% neft gəlirinin azalmasını kompensasiya eləməkdən ötürü nələr eləmirlər? Vergilər dəfələrlə artırılır, aksizlər artırılır, nə bilim, spirtli içkilərin, tütün məmulatlarının qiyməti elə bir neçə aydan bir artırılır. Nəqliyyatda gediş haqqından bütün başqa ağla gələn deməli kommunal xidmətlərə qədər hər şeyin qiyməti artırılır. Yeni vergi növləri icad edilir. Demək, onlayn alış-verişə əlavə vergilər qoyulur. Evini kiraya verən insanlara əlavə vergilər qoyulur. Yəni bütün ağla gələn, gəlməyən yerdən əlavə vergilər qoyulur. Hətta güya ki, keçən il biz indi bu COP29-a ev sahibliyi etmişik, güya böyük bizim ekoloji gündəmimiz vardı, amma deməli elektrik avtomobillərinə və həm qarışıq, deməli həm benzinlə, həm də elektriklə işləyən avtomobillərə olan vergi güzəştlərini də ləğv elədilər. Artıq onlara da əlavə demək aksiz vergiləri gələcək. Bütün bunların hamısı bu qədər addımlar atılır. Nədən ötürü? Cəmi neft gəlirlərinin deməli 15% azalmasının yerini doldurmaqdan ötürü. Bir daha sübut olunur ki, ölkədə iqtisadiyyat yoxdur. Bu qədər cərimələr də ona görə toplanılır güya. Hərçənd ki, indi bilirsiniz ki, o pullar, büdcəyə toplanan pulların hamısı yenidən xalqa verilməyəcək ki. Onun əhəmiyyətli bir hissəsi yenidən korrupsiya predmeti olacaq. Və əgər real, gerçəkdən biz analiz eləsək, oturub müzakirə edə bilsək, hökumətin o imkanı yoxdur, daha doğrusu o qabiliyyəti yoxdur, çıxsın debatlara, araşdırsın bu mövzuları. Müxalifətlə bu məsələlər araşdırılmalıdır. Niyə görə bu boyda qoskoca Azərbaycan bu qədər nefti, qazı olan ölkə 500 milyon manat nə puldur ki, onu tapıb 4 milyon insanı, olsun 3 milyon. İndi o, bilirsiniz, müstəqil iqtisadçılar hesablayırlar. Orada hansısa rəqəmlərdə nisbətən qeyri-dəqiqlik ola bilər, amma azı 3-4 milyon arası insandan gedir söhbət. Bu qədər insan nəyə görə tibbi sığortasız qalmalıdır? 500 milyon manat nə puldur? Bax, mən sizdə təsəvvür olsun deyə, demək, izah eləmək istəyirəm ki, o 500 milyon manat Azərbaycan dövləti üçün nəyə görə kiçik puldur? Bax, təkcə o hər il keçirirlər, insanlarımızı boğaza yığırlar, o Formula 1 yarışlarına ayrılan pul, həmin bu vəsaitin haradasa 1/3-idir. Deməli, bir Formula 1-i təxirə salmaqla milyondan artıq insanın tibbi sığortası təmin oluna bilərdi. Bütün bu xərcin 1/3 gedərdi. Bir yol qovşağında, bir tunelin tikintisində, bir hökumət üçün yeni binanın tikintisində korrupsiyanın qabağı alınsa tək birində, yenə digər 3/1 də deməli kompensasiya oluna bilər. Yəni bu qədər Azərbaycan üçün kiçik vəsaitdir bu. Azərbaycan elə bu günlərdə 3 milyard dollar İtaliyadan neft ayırma zavodu almağa yönəltdi. Onun bizə nə dəxli var o neft ayırma zavodunun? Biz Sokardan hansı xeyri görürük ki? Bəs indiyə qədər də indi Stara 17 milyard pul qoyulub. Hanı onun xeyri bizim üçün? Türkiyədəki neft ayırma zavodunu mən nəzərdə tuturam. Hətta Rusiyada onun xeyrini görürmüş. Rusiya neftini xəlvətcə satırmış ora. Deməli, Rusiya nefti Star zavodu vasitəsilə sanksiyadan kənar alınırmış. Bəs bizim xeyrimiz nədir? Bizim deməli İsveçrədə bir ucu Avstriyada, bir ucu Bolqarıstanda, Gürcüstanda, Ukraynada hər yerdə Sokarın demək pərakəndə satış məntəqələri fəaliyyət göstərir. Onun bizə nə xeyri olub indiyə qədər? İndi də deməli 3 milyard birdən-birə, baxın ha, 3 milyard. Yəni bu 5 milyard manatdan artıqdır. Dollarına 3 milyard. 5 milyarddan artıq pul nə deməkdir? 10 ilin tibbi sığortası deməkdir. 10 ilin, bax bu insanların ki, bu kəsilən sığortası var, yarım milyard kəsilib də. 10 ilin tibbi sığortası ora deməli gedib. Yaxşı başa düşürəm, kimsə deyə bilər ki, o investisiyadır. İnvestisiya ilə Azərbaycana qoyulsun da. Qoyulsun Azərbaycana investisiya. Mən sizi əmin edirəm ki, Azərbaycana həmin o 3 milyardı investisiya kimi qoysan, onun deməli əvvəla nə qədər iş yeri açılar, sonra da onunla da əldə olunan gəlirlərlə həmin o tibbi sığortanın yeri yenə də doldurula bilər. Bilirsinizmi? Dövlətin pulları o qədər məqsədsiz layihələrə xərclənir ki, o 500 milyon manatı tapıb verə bilmirəm, tamamilə saymamazlıqdır. O qətiyyən heç bir iqtisadiyyatla bağlı məsələ deyil. Baxın, qonşu Gürcüstan nə nefti var, nə qazı. Bizdən alırlar da. Biz də belə fəxrlə deyirik ki,
nefti qazı yoxdur, biz onlara kömək eləyirik. Hətta o vaxtı Gürcüstanın üzərindən bizim deməli bu Bakı-Kars, demək Bakı-Tbilisi demək ki, o dəmir yolunun çəkilişində biz deməli neylədik? Onlara böyük pullar verdik. Niyə görə? Onların pulu yoxdur. Bəs onların pulu yoxdur, amma onlar bütün Gürcüstan əhalisinə tibbi sığorta verir. İşlərdə işləmədi. Hərçənd bizdəki qədər deyil onlarda işsizlik. Amma bütün Gürcü əhalisi dövlət tərəfindən məcburi tibbi sığorta ilə təmin edilir. Nəyə görə Azərbaycanda olmasın? Mən bundan əvvəl demişdim, sağ olun ki, siz yada salırsınız. Bəli, mən xüsusi önəm verirəm bu məsələyə. Açığın, belə deyək də, narazılığımı ifadə eləmək istəyirəm bizim hörmətli izləyicilərə də. Bu adamlara səslərinə səs verin. İndi gəlib çatıb artıq Azərbaycanda qeydiyyata düşmüş xərçəng xəstələrinin sayı 73 min nəfərə. Mən bu barədə danışmağa başlayanda 58 min nəfər idi. Deməli, indi gəlib çatıb 73 min nəfərə. Bu insanlara, onların ailələrinə zülm edilir. Deməli, bu xəstəliklərin müalicəsi çox bahadır. O başqa məsələ ki, Azərbaycanda bunun çox yaxşı müalicəsi də həyata keçirilmir. Çox vaxtı bunun nəticəsi də yaxşı olmur, üzücü nəticələr olur. Amma üstəlik də o ailələr müflis olur. Həmin bax o Gürcüstanda, nefti qazı olmayan Gürcüstanda bütün xərçəng xəstəliklərinin hamısını xərcini dövlət ödəyir. Və indiki konkret mövzumuz bu tibbi sığortadırsa, onun da hamısını dövlət ödəyir. Niyə görə Azərbaycan hakimiyyəti ödəmir? Bəs belə, bağ belə, bostan belə, bizim iqtisadi siyasətimiz, biz regionun lider dövlətiyik. Nədə olur o liderlik? İnflyasiyanın səviyyəsinə görə olur liderlik, yoxsulluğun səviyyəsinə görə olur o liderlik, korrupsiyanın səviyyəsinə görə olur o liderlik, yoxsa siyasi məhbusların sayına görə olur o liderlik. Bir dəfədə bir yaxşı bir işdə lider olaq da biz. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu milyonlarla insanı tibbi sığortadan məhrum etməsinin heç bir əsası yoxdur. Baxın, indi mən Gürcüstanı misal çəkdim. Məsələn, Türkiyədə bu məsələ necə həll olunur? Türkiyədə əvvəla əhalinin böyük hissəsi legal qaydada müqavilə ilə işləyir. İşləyir və onların deməli tibbi sığortası var. Amma Türkiyədə müəyyənləşdiriblər ki, adam başına sayırlar, adam başına bir nəfər yox, ailə üzvlərini hesablamaqla. Əgər ailənin gəlirləri o minimum tələbatı ödəmirsə, həmin insanların tibbi sığortasını dövlət ödəyir. Və beləliklə Türkiyə əhalisinin 15%-nin tibbi sığortasını dövlət ödəyir. 15% ən kasıb işi olmayanlarının. İndi Azərbaycanda bu rəqəm yüksəkdir. Amma heç bunu da eləmirlər axı. 15%-ə tibbi sığorta versələr dövlətin hesabına ən kasıb əhaliyə. Bu da yenə heç olmasa milyon yarım adam olar. Deməli, o milyon yarım adama da tibbi sığorta verən yoxdur axı. Əlavə olaraq dövlətin hesabına. Beləliklə, nə çıxır ortalığa? Bir, Azərbaycan xalqını bu tibbi sığortadan məhrum etməyin ciddi iqtisadi əsasları yoxdur. Azərbaycan hakimiyyəti azacıq əlini tərpədib, korrupsiyanı hansısa bir istiqamətdə, tam demirəm, tam korrupsiyanın qabağı alınsa, milyardlar, 10 milyardlar qənaət oluna bilər. Amma hansısa bir-iki istiqamətdə korrupsiyanın qabağı alınsa, deməli bu məsələ həll oluna bilər. Müqayisə üçün deyim ki, bir neçə il bundan qabaq yadınıza gəlir, mən bu barədə bir neçə dəfə danışmışam. Naxçıvandan o Vasif Talıbovla bağlı kampaniyanın gedişində 4 nəfər orta ranglı deməli nazir müavini və şöbə müdürü səviyyəsində vəzifəli şəxs həbs olunmuşdur. O 4 nəfərin mənimsəməsi həmin bax bu 1 illik tibbi sığortadan kəsilən yarım milyard manatdan artıq idi. 4 nəfər Azərbaycanda orta ranglı məmurun mənimsəməsidir bu. Yox, o Qənimət bəy, o yaxşı sizin ifadə var, o iri boynuzlu korrupsionerlərdən isə birindən bu pul çıxar. Və çıxardırlar da. Yəni bilirsiniz indi kimləri deməli bir-bir çəkirlər mənşər ayağına və onların indiyə qədər topladıqlarını alırlar. Bir, həmin o iri buynuzlu korrupsionerin əlindən alınan pul əl dəyişməsə, cib dəyişməsə, ad dəyişməsə, büdcəyə keçsə, bir ilin tibbi sığortası hazırdır. Yəni Azərbaycan üçün 500 milyon manatı dövlətimiz tapa bilmir söhbəti qeyri-ciddidir. Bəs niyə görə o zaman bunu kəsirlər? Azərbaycan xalqını saymırlar. Azərbaycan xalqını artıq hesab edirlər ki, tam əsarət altına alıblar. Deməli, artıq Azərbaycan xalqını düşünürlər ki, heç bir etiraz potensialı yoxdur. Nə eləyəcək ki? Biz niyə görə öz
alışdığımız iş rejimini dəyişək ki? Niyə görə hansısa bir korrupsionerin xətrinə dəyək ki? Nəyə görə nələrisə ələ keçirəcəkdirsə bundan sonra keçirməyək ki? Deməli buna ehtiyac duymurlar. Deməli bu gün milyonlarla insanın tibbi sığortadan məhrum edilməsi birincisi onlar üçün son dərəcə ağır zərbədir. Çünki indi tibbi xidmətlərin qiyməti çox qalxıb. Siz bunu məndən də yaxşı bilirsiniz. İkincisi, bu heç bir obyektiv səbəblə bağlı deyil, subyektiv hakimiyyətin cəzasızlığının, xalq qarşısında məsuliyyət hiss etməməsinin nəticəsidir və çox təəssüf ki, Azərbaycan xalqından Azərbaycan hakimiyyəti çəkinmədikcə, məsuliyyət hiss etmədikcə belə antixalq siyasəti də davam edəcək.